ilerleyen yakından danıştığımız gel. Bəli, geldik. Bak bu yiğitlerimizin, kahramanlarımızın güzel bir şekilde adlarını ebedileştiripler. Allah köməklər olsun. Hem şəhid ailələrinin, hem de kənd cəmaatına təşəkkürümüzü bildirək. Belə bir qəhrəmanlarımızı abidələrdə yaşadırlar ve artık her üç ana, her üç aile, her üç qəhrəmanın doğmaları, əzizləri indi birazdan artık gəlirlər, yaxınlaşacaqlar, gəlib ziyarət edəcəklər. Allah hamısının ruhunu şad eləsin. Allah bütün şərtlərimizdir. Şad eləsin. Onları bir kenara al da kişilik olsun. 5 dakika sen git. Sen öyle söyle. Üzerinde geçmeyin. Gelin. Ay balalar. Ay balalar. Ay balalar. Ey bizim gece günümüzde. Ay balalar. Ay balalar. Düşmanlar yansın. Ay balalar. Ne diyelim? Yaman aktardım. Ay balalar. Allah köməyiniz olsun, sağ olsun bu kənd cəmaatı, şəhidinə dəyər verir, qəhrəmanına dəyər verir. Bugünkü gündə 3 ananın yanındadılar. Allah sizi var eləsin, Allah köməyiniz olsun. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Bu kənd qəhrəman kənddir, bu mərmi altında yaşayan kənddir. Bu kəndin balaları, mən hər zaman demişəm, deyirəm, deyəcəm də, o uşaqlar ana ailəsi ilə yox, muğamla, musiqi ilə yox, düşmənin o atdığı mərmilərin səsi ilə, o topun, tüfəngin o səsi ilə, gülləsinin səsi ilə hamısı böyüdülər, boya başa çatdılar və getdilər, bax bu 1-ci Qarabağ müharibəsində olan şəhidlərimizin qisasını aldılar. Allah bütün şəhidlərimizin onu çatdırsın. Hər birinə təşəkkür edirik. Biz də özümüzə borc bildik bu günləri, 3 ananın yanında olmaq. Bizim bir anamız şəkər xəstəsidir, səhhəti ilə bağlı burada gələ bilmədi. Ama o iki ana Allah burada köməyinizə çatsın bala. Ana sizin kimi gözü yolda kalan analarımız çoktu. Biz başka kapılara da gideceğiz. İcazə verəsinizsə Sağ ol başına dönün, sağ ol. Allah sizi var eylesin. Allah canınıza can versin. sağlığı versin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bütün şəhidlərimizin ruhuna bir Fatiha surəsi hədiyyə edirək. Bismillahirrahmanirrahim. Allah bütün şəhidlərimizin Allah köməyinizə çatsın ay bala. Çok sağ olun. Allah sizi var eylesin. Çok sağ olun. Kurban olun size. Allah sizi elden Allah size əksiyələməsin ay oğul. gelip sizi yaramıza. Yaxşı.